Deməli, burada bizdən soruşub ki, bu ədəd neçə rəqəmlərdədir? Burada biz 8-in əvəzinə 2-nin kubu üstündə 12 yaza bilərik. 25-in əvəzinə isə 5-in kvadratı üstündə 15 yaza bilərik. Bu bizdə bərabər olacaq. 2 üstündə 3 üstündə 12 bizə verir. 2 üstündə 36 vurulsun. 5 üstündə 2 üstündə 15 bizə verəcək. 5 üstündə 30 bərabərdir. 2 üstə 36-nın əvəzinə 2 üstündə 6 vurulsun. 2 üstündə 30 yaza bilirəm. Çünki biz bir ki, vuranda üstləri toplanır, 36 verəcək. Vurulsun 5 üstündə 30 bərabərdir. Burada 2 üstündə 30 vurulsun 5 üstündə 30-un əvəzinə. 2 vurulsun 5 üstündə 30 yazıram. 2 üstündə 6-da biz bir ki 64 edir. Onda nə alıram? 64 vurulsun 2 vurulsun 5. 10 edir. 2-ni 5'ə vuranda üstündə 30. Burada 64'ü 10 üstündə 30'a vursaq 64 yanında da 30 dənə 0 yazmalıyıq. 64'ün özündə 2 rəqəm var. Sıfırlan da sayı 30'dur. Cəmi neçə eləyir? 2-nin üstə 30'u gəlsə eləyir 32. Demək neçə rəqəmliymiş? 32 rəqəmliymiş.